Sənət çox belə böyük bir aləmdir. Onu elə bir iki cümlə ilə onu izah eləmək mümkündür. Yəni ki, sənət, əvvəli musiqidə peşə var. Sənət ayrı şeydir. Sənət olur dərzi, dəllək, saz, rəngsaz, nə bilim, nə. Bu sənətdir. Oxumaq peşədir. Bu istedad var, oxuyacaqsan. İstedad yoxsa, gəl oxuyacaqsan, bugünkü oxuyanlara aiddir. Yəni ki, istedad yoxdur, amma oxuyur, populərdir. Amma sənəti sözünü insan həyatda olmayanda onun haqqında deyə bilərlər ki, filankəs sənətkar olub, gözəl. Yəni, gözəl müğənni olub, bülbülümüz gözəl olub, Rəşidimiz, Şövkət Ələkbərova, Rübaba Muradov, Qulu Əsgərov, Gülağa Məmmədov, Tikəzban xanım, Sara xanım, Fatma Mehrəliyeva, biz böyük bir siyah, Xanəmi, Yağub, bunlar böyük bir siyahıdır və biz bugün Qədir kimi biz insanı itirdik, Qədir Rüstəmov. O doğrudan da bizim əsrimizin, yəni 20-ci əsrin ən nəhəng bir gözəl sənətkarıdır. O səs, Allah ilahi səsidir. O, hər adam o səs verilmir. İndiki fikriniz gedir, internetle oxuyanlara, ses çıxardır. O ses ayrı şeydir. O ilahi bir səsdir. Təsəvvür edin ki, Qədir Rüstəmov oxuyan anda mən cavan uşağıdım, sonra bülbülə yazır. Əhsən rəhmətli dadaşı müşahidə edirdi onu, xatir ansamblı. Əhsən ağlayırdı oxuyanda. Səsin gücünə bax, sənətin, səsin vahiməsinə bax, onda ona qüdrətə bax. Əfsus ki, bugünkü oxuyanlar ağlamır, adam ağlayır olan halına ki, bunlar nə oxuyurlar bunlar? Bunlar, bunlar həyatda niyə yaşırlar bunlar? Nə istəyirlər bunlar demək? Savadsız, səviyyəsiz oxumaqlarıyla. Xalqım artisti olmaq istəyirlər, əməkdar artisti mi olmaq istəyirlər? Bunlar sənətkar mı olacaqlar? Heç vaxt olmayacaqlar. Mümkündür o, göstəricilər yoxdur onların. Buyur. 99% heç birini. 1% yer verirəm ona başda Nisa xanım Qasımova, Flora xanım, İlhamə xanım, Elmira xanım, Aybəniz Haşimova, Cavanşir Məmmədov, Firizə İbadova, Teymur Əmrah, Azər Zeynalov, Alim Qasımov, Ağaxan, Elton gənclərdən, Ramal, Nurlan Növrəsli, Teymur Əmrah dedim, Elton dedim. Yəni ki, bilirsiniz, bu 1% də, yəni bir belə müğənnilərin içində 1%-ə yer verirəm mən. 99% heç bir ora girmir. Yəni mümkündür o. Onlar da niyə ora, mən onları şəxsən əgər mən tutalım ki, bir musiqi sahəsində peşəkar kimi mən deyirəmsə, onların göstəriciləri var. Onlar mən deyən tələbləri ödəyirlər. Mən bilirəm də, mən böyük bir məktəb keçmişəm, müəllibədə gəlib, 50 milləlik olmamışam. Məndə istəməyənlər var, o qədər mənə dedilər, o nə oxuyandır, hamısı heç kim bəyənmir. Bəli, elə deyəcəklər, çünki ona görə ki, mən onları bəyənə bilmərəm. Mən o bodu Qulu Əsgəri Əbülfətə bəyənmişəm, Rübabanı Şövkətə mən qulaq asmışam, mən o bulaqdan su içmişəm. Mən nətər Səmədov və ilaxırları mən o nətər ola qəbul eləyərəm. Onlar Azərbaycan dilini heç bilmirlər nə olan şeydir. Sevgili canana, sevgili cana deyir. Deyirəm, ala cana etə, Armenka, canan etə, Nizami nəfisəl. Akakay razinsə, xalq ərsiniz, buyur. Buyurun, növbəti sual verin. Yox, ara müğənnisi deməmişəm, o elə cümləni düzgün qurmayıblar, ara müğənnisi deməmişəm, brilyant ara müğənnisi deyil, Nasbəri də ara müğənnisi. Mən sadəcə demişəm ki, onlar oxuyanda musiqiyə artıq əlavələr eləyirlər, boğazlarını eləyirlər. O musiqinin, bilirsiniz, kanta var da yazılmış mahnı, o çərçivədən çıxmaq olmaz. O çərçivənin içində nə eləyə bilərsə, qırağa çıxan da artıq oje tamam başqa şey alınır. Ona görə tutalım biz xorey pişiririk, anamız və siz anamız, dolma pişiririk. Doldur o istiyotu nə olar? Acı olar da, ha? Və yaxud da doldur o duzu nə olar? Şor olar da. Və yaxud da duz vurmasa onu şit olar da, ha? O mahnıları yazan insanlar, bəstəkarlar, Üzeyir Əcibə, Fikrət Hamirov, Qara Qarayev, Niyazi, Seyyid Rüstəmov, Qəmbər Hüseynli, Cangir, Telman Hacıyev və yəni o silsilə yazan əsərlər, onlar istiyotun duzun vurublar. Bunlar başa düşmürlər ki, bunlar əlavə eləyəndə şor ya şit olacaq o.
Ona görə də biz onlara həmişə mən irad bildirirəm ki, mən onların müğənnilik kimi qəbul edirəm. Sadəcə artıq şeylər eləməsinlər oxuyanda. Bu, mənim şəxsən mən qəbul edəm, çünki axı, məndən də tələb ediblər. Axı, onlar bilmirlər ki, Əli Mir Əliyev bizim o vaxtı Bədii Şura vardı. Otururdular, qulaq asırdılar bizim musiqilərə, sözlərimizə, tələffüsə, necə danışırıq, necə deyirik. Azərbaycan musiqisi demək, Fars musiqisi deyim, Ərəb musiqisi, Kürt musiqisi və Hindistandır, Pakistandır. Yəni, biz Azərbaycan musiqisində danışırıq. İndi fikir verirsiniz, bəzi kanallarda veriliş aparırlara. 3 maşın yandı, 8 maşın getdi. Mən sual edim, ay oğlum, sən nə danışırsan? Sən Azərbaycanlı deyir, hə, bu nə danışırıdır? Deyir, bu yeni bir, deyirəm, ay, sən biz köyünə kəndi təzədəb getirirsən. Necə yandı, öldü, yandı, öldü, qutardı, getdi, nöqtə. Öldü, vergüllər gəlir orada. Niyə? Öldü də, bitdi də söz. Nöqtə qoy da bu söz. Bilmir axı. Yoxdur savad axı. Gətirib qoyublar, amma bilmirlər ki, buna elə gəlir ki, bu düzgün eləyim. Axı, buna deyən yoxdur. Ay oğul, abala, Bədii Şura olsa deyən, ay oğul, sən bu diktorsan, necə danışırsan sən? Bizim Azərbaycanın diktorlar, baxın, Rafi Hüseynov, Sabir, Allah can sağ versin, o birisi də Hicran, o birisi Davud, gör necə danışıblar, Roza Tağıyeva, necə danışıblar? Səlist, Azərbaycan dilində. Siz xeyr olar bizim köynə kəndə təzədəbi getirirsiniz. Kimsiniz siz? Kimsə ixtiyarı Azərbaycan musiqisini, dilini, onu siz ürəyi istəyən kimi danışasınız. Heç kimsə bu ixtiyarı verməyib. Verməyəcəklərdir. Mən əlimlə onu deyirəm. Hamımızın qabağı mən kəsəcəm. Mən şəxsən özüm tək canımla. Çünki mən Azərbaycanlıyam. Mənim bir dənə vətənim var və bir dənə o torpaq, bir dilim var, bir əqidəm var. Mənim özdəki mənim bir millətim var. Mən ikinci millət mən tanımıram. Bayaq adlarını sandığım o Rəşid Beybutov, Rubabam, onların heç bir savadı olmayıb. Rəşid 4 sınıf qutarıb Gürcüstandan gəlmişdi. Rəşid Bey konservator qutarmışdı. Xeyr, niyə oxuyur Bülbül səviyyəsində? Bülbül qutarmışdı İtalya. Tağıyev Hacı abla rəhmətli yollayıb onu orada İtalya böyük şey keçib, məktəb keçib. Amma Bülbül artıq Bülbül idi. İtalyası da Bülbül idi. O muğam oxuyurdu Bülbül. Poladın atası. Muğamdan gəlib siz deyək, vokal aləminə. Yəni ki, muğamla vokalı sintez edib Bülbülün böyülüyü onu dedi ki, oxuyub, ölkəm əsərini oxuyub, Azər Zeynalını gör necə oxuyub orada, firmatalar edib, yuxarıda zildə, bəmdə, orta registri, bütün səslər işləyir. İndiki müğənnilər söhbət edirlər, oxumurlar ki, Bülbül oxuyan olur, Rəşid oxuyan olur, Rubaba Muradov oxuyandır, Qul Əsgərov, oxuyan, Şövkət Ələkbər savadı olmayıb, oxuyandır. Yəni ki, mənim musiqi savadım yoxdur, amma bütün savadlardan savadlıyam mən. Çünki mənim yaddaşım var. Mənim Allah tərəfindən verilən vergi var məndə. Siz o musiqi çalır, qarmoniya, mən o səsləri eşitirəm qulağımda. O oxuyanda ikinci tersi səslər var. Onu mən bilirəm o nə deməkdir. Onun için savad lazımdır. O vergi, talant, istedad olur. Bir Messi var, futbolist. Bir məktəb oxuyub tutarıb, ələ qolları vurur, atır belə, qol. O canında var onun. Uşaq doğulub, futbolçu doğulub o. Özü solaxaydı. Bir daha bütün dünya onu mat qalıb. Bu böyle boyu var. Bütün belə baxanda sonra bundan futbolist olur. Amma Poyla da hamısı meymun elir baxır. Niyə? Çünki onun rajdonlu, yəni talant var, istedad var onda. Müğənnidə də vacibdir oxumaq. Şübhəsiz sonradan artıra bilər, müxtələşər, nəsə eləyə bilər. Olar. Mən buna pis baxmıram. Amma istedadı olmayan heç vaxt istedaddır. Savadla istedad olmur. İstedad doğulur. 2000-3000 uşaqdan birində istedad olur. Bizim xalqımız ümumiyyətlə musiqili xalqdır. Belə baxanda hamımız oxuya bilərik. Amma adam nə var ki, abrı itirsin, dursun oxuyan olsun. Abrahaya da yaxşı şeydir. Sən oxuyan deyirsən. Sən niyə soxubsa özü oxumağa? Nə var, orada pul var. Git başqa sahədə özünü göstərdir. Sənin göstəricin yoxdur axı. Sən heç bir göstərici verə bilməzsən mənə. Mən hamı insanlar ölmür, mən sağam, mən baxıram, qulaq asıram. Bəyə adlarını çəkdim, Nurlan Növrəsli, Elton, o birisi, necə gözəl oxuyurlar. Siz onların səviyyəsində oxuya bilmirsiniz. Ona görə də başlayırsınız, Əli Mir Əliyev bəyənmirsiniz, başlayırsınız söz deməyə, Əli Mir Əliyev bizi bəyənmir. Şübhəsiz bəyənməyəcəyəm. Özü mən heç vaxt heç kimin şəxsi işinə toxunmuram. Mən onun oxuduğu mahnıya irad bildirirəm. Onun ifa etdiyi mahnıya deyirəm ki, bunu düz oxumursan, bunu belə oxu, belə oxu. Yəni, əgər onu sən qəbul edir, şübhəsiz ki, ola qəbul edir, ola bilirlər mən düz deyirəm.
Amma onlar artıq ondan yuxarı əllərinə işinə gəlmir. Acizlər onlar. Mən 2006-cı ildən, yəni ki, mən efirdən 95-də çıxdım, 1995-ci ildən efirdə Gülarə xanım öləndən sonra, dünyasını dəyişəndən sonra, Gülarə Əliyeva, Danuzun rəhbəri. Mən sonralar, yəni ki, efirlə gördüm, həm də yanvar hadisələr oldu, o yan bu yan. Yəni, mən uzaqlaşdım, təxminən 2006-cı ildə mən efirə qayıtdım bir də. Yəni, o da heç bilməm, mən hesablanmamışdım, mən nə vaxtsa, mən bir kəlimi oxumağa son qoymuşdum. Amma belə oldu ki, təsadüf belə gətirdi ki, orada sual verdi jurnalist, burada sual verdi və tez qayıtdım, bu qalmaqal deyək də, indi mən oxuyan ki, məni yox, qalmaqalçı ki, mənə qabıl edirlər, yəni bunlar. Siz də mənə qalmaqalları görə çağırmışsınız, şübhəsiz, yəni düz danışmağıma görə adımı qalmaqalçı qoyublar. Amma üstümü ununu görüb adımı dəyirman çağırmaq lazımdır. Mən qalmaqalçı yox, mən müğənni Əlimir Əliyevəm. Sadəcə mən bugün istedadsız insanlara deyirəm ki, yığışdırın öz-özü, gedin öz-özə iş tapın, sənət tapın, bu sizlik deyil. Bu çox bir çətin bir işdir bu. Bu hər adam bunun öhdəsindən gələ bilməz. Bu bulaqdır, bir axır, onun sonu yoxdur. Hər müğənni gəlir, o bulaqdan bir tikə su içir, gedir. Yəni ki, bunu heç kim deyə bilməz ki, mən gözəl müğənniyəm. Gözəl müğənninin sənə xalq deyəcək, sən özünü onu bilməyəcəksən. Çünki insanın bizdə Azərbaycanlılarda həmişə öləndən sonra qədrini bilirlər. Mən bugün bunu çox sübut olub mənə ki, bəli, Qulu Əsgərovun sağlığında heç kim onun qiymətini vermədi. Çünki Qulu Əsgərov atsız getdi. Amma Səməd Səmədova xalq artisti verdilər erməniz oxumağına görə. Ona görə də Qulu Əsgərov o opera balet teatrının Leyli Məcnun oynayır baba ilə. O atsız gedir. Qəbri itmişdi. Sağ olsun Səlyanlılar mənim müraciətimdən sonra düzəltdilər onun qəbrini. Yəni demək istəyirəm, o cür insanı bu istedadsızlar məhv edərlər onu. Zaman getdi həyatdan o Qulu. Tar çalırdı, bəstəkardı, müğənni idi, xanəndə idi. Onun səsindən yoxdur, olmayacaqdı Qulu Əsgərovla. Amma bugün biz nələri mən görürəm, mən onun da yaşayla bu istedadsızları görürəm və deyirəm onlara ki, ay balam, istedad satılmır, gedib onu alasan dükkanına. İstedad verilir, Allah tərəfindən verir bu. İlahi bir qüvvədir bu. Qədir Rüstəmovun səsi ilahi qüvvədir. Alim Qasımovun səsi ilahi qüvvədir. Ağaxan ilahi qüvvədir oxumağı. Bu, belə hələ Azər Ceylanov ilahi qüvvə var. Hamısında onlardan, yəni istedad verir, məktəb vermir, istedadı insan doğulanda ana ata verir. Allah tərəfindən verilir. Axı, mən gedib, ay xanım, mən bu böyle adın sahibi, mən gedim 50 manatı, 60 manatı oxuyayım. Cəmaat necə kasım, mən də elə yaşayaram da. Mən öz səviyyəmi endirməm aşağıda. Saxlamışam öz markamı. Kasıb da olsam, yəni belə də, yəni ki, dolanıram da, indi Aynes mənə tikapara maaş verir, sağ olsunlar. Belə də, yəni ki, dolanıram da, uşaqlarım böyüyüb, onlar böyüdmüşəm. Yəni ki, düz deyə ehtiyacım var. Bağda qalıram, bağımda. Amma mən kişiyəm, mən deyə bilmərəm ki, mənə əslim kimisi kömək etsin. Mən ondan mən əski kişinin oğluyam, mən ondan artıq kişinin oğluyam. Onun köməyi təpəsində deyilsin, mənə lazımdır. Birinci növbədə Mədəniyyət Nazirinin kənarlaşdırmaq lazımdır. Çünki Mədəniyyət Naziri üstündə, bu Mədəniyyət Nazirinin sahibi var da, o dünyada mədəniyyət. O mədəniyyətdən xəbəri yoxdur bu adamların. Mədəniyyət işçilərinin başında deyən, mədəniyyəti bilən adam deyənmalıdır. Ümumiyyətlə, hər bir iş başında, mənim əzizim, istedadlı adam, talantlı adam, o işi bilən adam, bacarıqlı adam olmalıdır. Azərbaycan mədəniyyətin üstündə mədəniyyəti bilən insan rəhbərlik edə bilər. Ancaq və ancaq mədəniyyətdən xəbəri olmayan insan heç vaxt mədəniyyət naziri ola bilməz. Bu mümkündür. Ümumiyyətlə, o qurumu bağlamaq lazımdır, ləğv eləmək lazımdır. Təhsil naziri də, mədəniyyət naziri də və həkimliyi də. Çünki ona görə ki, nə həkim olmurlar, yaxşı, ya müəllim olmurlar, yəni təhsilləri yoxdur, nə də müğəllirləri yoxdur. Bu üç qrup üçün də bağlamaq lazımdır. Və yeni bir qurum fikirləşib tapmaq lazımdır ki, onu da başçı qoymalıdır mədəniyyəti bilən insan. Profesional musiqini bilən. Yəni, onun söhbət savaddan getmir. Onun göstərici olsun, onun sözünə xalq inansın. O, xalqı apara bilsin arxasıca. Kim gələr? İndiki nazirini də alıcı gedər. Heç kim bilməz. Çünki o bilmir axı.
O bilseydi, bilərdi Əli Əliyev kimdir. O ya o birisi Nazir Polad Bülbüloğlu, o da bilməyib, Səməd-Səmədə əməkdar arası vermişdi o. O da Tula İhtan Mırdal, ikisi də bir-birinin tayidir. Bunlar eyni adamları dəyişiblər bunlar. Bunlar mədəniyyətdən sahibi gətirmir, sahibi yoxdur mədəniyyətin. Ona görə bugün mədəniyyət bu gündədir. Məni qoysalar o şəxsə, mən onları az miqdarda, bir kvartalda mən onu bütün çiska apararım, oradan musiqilər, tərtəmiz musiqilər çıxar. O dediyim insanlar bilərlər ki, burada atları oynamayacaq. Bütün adlarını ləğv eləyib alana bəllərindən, bütün statuslarını alana bəllərindən və onlara verilən o maşınlar, daçalar, villalar, hamısı geri alınacaq. Çünki o istedadlı o adama verilməlidir. Teymur Əmara neçə illərdir onun evində yaşayır. O cürüm oxuyan, bizim o qədər gözəl sənətkarlarımız var, şeysizdir. Siz gedin o istedadsız insanların villalarına baxın, onların maşınlarına baxın, 2-3 maşınları var. Nə bilim, bunlara pensiyalar verirlər, nələr verirlər, nəyə görə? Niyə? Oxuya bilmirsən, niyə vermirsən ona? Nədir sənin məqsədin? Niyə istedadlıya vermirsən, istedadsıza verirsən? Xalq, nə bilim, şöhrət ordundan, nə? Falset oxumağa, falset oxuyan insan şöhrət ordunu ala bilməz. Falset yəni giydirməz səsdir. Səsin özündə, insanda o Allah tərəf verilir. Misal üçün, sevdim səni yar ey nigarım. Bu səs olmasa sən bunu heç vaxt heç nə deyilməzdir buna. Mümkündür buna. O kompüterlə zadla ses çıxarmaq olmaz. Ona görə də mən deyirəm ki, mədəniyyətimiz bərpa etmək üçün, mədəniyyət sahəsində show biznesi düzəltmək üçün başında spesialist, bilən insan, profesional dayanmalıdır. Düzdürlər, Səməd mən aparırdı toylar, mən aparat daşıyırdım, mən aparat qururdum, yönqü salırdım. Onun yadından çıxıb ki, Əli Əliyev kimdir? Yeri soxuma, getim dostum boynu. O, Səməd, pis oğlandır, yaxşı oğlandır, amma oxuyan başqa şeydir, oxumaq ayrı şeydir. Oxumaq orada düşmür. Səməd elə deməli, nə deməlidir yazıq? 46-cı ildəndir, özü Urajenit Aşqabad yazılıb orada, orada doğulub. Represivin olub, o illər, ata-anası. Yəni, Aşqabaddan gəlib Azərbaycan bilmirdi. Heyvandır. Deməli, heyvan ətə zver, heyva ətə kuşur, heyva. Qaka ərazincə deyir. Yəni ki, bu siz, yəni, xırdalıqlar deyirəmsə, biləsiniz ki, oxumağa nədir, Əli nədir, Səməd nədir? İndi buyur, ikinci sual ver. Aygün Kazımova da deyir ki, Əli Əliyev bir dərmansı var. Yəni, ona mahnı lazım olsa mən verə bilərəm. Aygün Kazımova yaxşı qızdır. Deyir, mən bu yanda, yəni boyunlu alır hər şeydir, əla altda xoşum gəldi. Ona görə hörmətdir də. Amma oxumaq, Aygün, sən niyə, sən mənə analiz verə bilməzsən, sən onu mən oxumağımı bilmirsən. Əgər bilsəydin, sən o cavabı verməzsin. Deməli, bilmirsən ki, elə cavab verirsən. Ona görə də oxumaq, Aygün, sən niyə? Mənim oxumağıma Əlbaba cavab verə bilər, Can Əli Əkbərov, Arif Babayev, Teymur Mustafayev, yəni ki, bunlar. Flora xanım, Elmirə xanım, İlhamə xanım. Bunlar nə? Aygün, sən hara, Bombay yara, yazıq yetim bala. Buyur. Türk müğənnisi Sezen Aksu eşitdi, Sarı gəldi. Hələ Türk müğənnisi geçsin, qozunun deyərdim onu, Türk müğənnisi. Sarı gəldi, erməni dilində oxuyalım. Yaxşı eləyir. Çünki erməni musiqini, ermənilər bizim Azərbaycanlı erməniz oxuyanda, toylarda. Onlar deyək, Azərbaycan sarı gəlin sahibi olacaqlar. Niyə Bədii Şura vaxtı ermənilər demirdi ki, Azərbaycan musiqi bizimdir? Niyə? Çıxdı, bunlar brilliantlar olursa, başladılar oxumağa, Türkçə oyan beyan, belə başladılar. Türklər getdi, nə yaxşıdır da, Azərbaycan musiqisi var, sarı gəlini biz özəlləşdirək orada. Görürlər, bunlar Azərbaycan musiqisi 2 günlə qoyublar da bizimkilər. Alan sarı gəlin. Erməni kimdir ki, gəlin mənim musiqi? Erməni özü eşici bir insandır. Necə gəlin mənim sahib olar mənə? Erməniləri biz saxlayırıq Bakıda. Arvadların da özlərində. Necə ola bilər olan musiqisi olsa? Olan heç nə yoxdur onların. O bezdomlu Savakəni. Sahibsiz itdirlər onlar. Küsələri tökülüblər. Ora-bura dünyaya. Nə danışlar? Sarı gəlin mənim mahnımdır. Suzan Aksu geçsin, işinə məşğul olsun, o bizim bu birisi də. Sarı gəlindir, nə bilim, hamısı bizimdir. Azərbaycan xalqının məhsuludur. Azərbaycan xalqının torpağıdır, onun musiqisi, onun dilidir. Və mən öz xalqın musiqisini heç kimi verən deyirəm. Suzan Aksu yox, 100 dənə onlardan gəlsin. Mən onlara bir dənə cavab verəcəm. Gedin, bizi kimi qiriyyətli olun sizdə. Əssalam.
Sənətçi dostlarıma deyərdim ki, siz də mübarizə olun. Tək sənətçi yox, bizim ağsaqqallarımız var, bizim böyüklərimiz var, bizim yaşda bizdən böyük insanlar var. Siz də öz sözünüzü deyirsiniz, bəsli efirlərdə çox tərif edirsiniz, yalandan. Burası belədir, burası elədir. Biz pis gündədir musiqimiz, bizim ümumiyyətlə bizim çox geriyə gedirik biz. Mən təbili çalıram 2006-cı ildən, bugün 2012, 6 ildir mən bu təbili çalıram ki, biz geriliyirik. Ona görə də ağsaqqallar, mənə kömək edin, mən tək əldən səs çıxmır, gələ, səs çıxır, səs çıxdı. Çünki o bir səl yoxdur məndə. Bir qışqırıram, mən tək, bunlar çıxırlar, tərif edirlər ki, bunlara, nə bilim, ev versinlər, villa versinlər, nə versinlər. Amma mənə heç nə vermirlər. Ona görə yox ki, mən bilirəm ki, mən bunu eləməyə haqqım yoxdur. Çünki axır bu insanlar hamısı vicdanlısız olacaq bu show biznesə. Bəlkə də o vicdanlılardan biri mənəm, bilmirəm. Onu Allah zaman göstərər. Amma mən onu bilirəm ki, mən Azərbaycanlıyam və öz dilimi, dinimi, musiqimi mən qoruyuram və qoruyacam da. Nə qədər imkanım var. Mən bu işdə bir addım da atmayacağım mən.